Gördüğümüz bu saz Türk sazlarının formasında düzəldilmişdir. Bunun da ustası benim oğlum Niyaməddindir. Yani bunun hamısını Niyaməddin öz yaradır. Bütün bu sazların bu bəzənmə formasında bunlar süni sədəflər deyil, plastiklər deyil. Bunlar təbii sədəflərdir, sümük sədəflərdir. Və burada əlavə olaraq bizim torxanlarda istifadə olunan səs gücləndiricilər, yəni dediyimiz Zulkas modeldir, bir də piezo ekvalizer. Bu hamısı bir yerdə dərs ansambl sazıdır. Burada bu səs gücləndiricilər 3 cürdür. 2 dənə Zulkas modeldir, bir də piezodur. Bu xərəyin içinə düzəltdiyimiz piezodur. Mən istəyirəm bunun səs effektini sizlərə göstərim. Bu üçü də bir yerdə işləmə formasıdır. 2 dənə Zulkas modeldir, bir də piezonun üçü də bir yerdə işləmə formasıdır. Bu piyezanı ayırarak təkcə bu Zulkas modellərindən çalır. Səslərin istənilən tonunu dəyişdirmək mümkündür. İndi isə yenə qayıdıb üçünü də birləşdiririk səslənmələri.
bir udarnik, sintezator müşahidə eləsə çox gözəl olur.